Kim əgər tövbə edərsə, üzü Allaha gedərsə, ona cənnət olacaq daima qismət. Bu da əslində səadət əbədiyyət. Yığdığın mal qısa müddət çatacaq karuva qardaş. Bunu dərk eyləyəsən kaş, qocalırsan da ötür yaş. Gələcək vaxt qoyacaqlar sinövün üstünə bir daş, qalacaqsan elə çaş baş. O zaman dərk edəcəksən nə oğul var, nə də yoldaş. Nə də ki gəlməyəcək dağda o gün evdəki daşqaş, gələcək xeyli vətəndaş vətənindən. Tutacaqlar kəfənindən, didəcəklər bədənindən ətuvi hissə bə hissə. Budur qüssə, budur vəhşət, budur dəhşət və cəhənnəmdə olan isti hərarət səni daim alacaq ağuşuna. Sən dözəcəksənmi buna? Yox. Səbəbi vardı, cılızsan və zəifsən, özünü satma həyifsən, çoxu azla dəyişirsən, nə hərifsən. Arada başını qaldır göyə bir eylə nəzər, yatma bəşər gör nə qədər kürə səmada düzülüb dövr eləyir. Kim bunlara əmr eləyir? Gör bu bəşər fikr eləyir ki, biri toqquşsa biri ilə dağlar kulli və aləm yaşamaz bir nə bərabər. Deməli burada mizan var, yaradan var, açoxu evdə Quran var və nişan var. Görəcəksən yağışı kimdi səpən yer üzünə, həm buludu pərdə kimi kimdi çəkən yer üzünə. Bu qədər bitkiləri kimdə əkən yer üzünə. Ətrafına bax, nə qədər növdə çiçək var, hərəsində özünə məxsus olan rəng və bəzək var. O çiçəkdən özünə ruzi tapan qurt və böcək var, kəpənək var. Biri istehsal edir bal, o biri qurtda ipək var. Hamısını göz görür aşkar bunları xəlq edən var. Nə edibdir səni vadar edəsən Allah'ı inkar? Səbəbi vardı cəhalət, yəni qəflət. Niyə sən almadın ibrət? O gedənlər nə yapardı? Bu həyat sanki qatardı. Səni də mindirəcəklər, eləyib sorğu sual dindirəcəklər. Deyəcəklər, cavabın ver. Bu qədər mal ki yığıbsan, hesabın ver, kitabın ver. Qalacaqsan o zaman lal. Vuracaqlar o yekə boynuva qandal. Quracaqlar yekə tonqal, yanacaqsan.